Salam əziz 6-cılar. Bugün sizə 6-cı sinif ümumi tarixdən 11-ci mövzunun 2-ci hissəsini izah edəcəm. Keçək dərsin izahına. Yunan koloniyaları. Demos ilə zadəganlar arasındakı şiddətli mübarizə, eyni zamanda Yunanistanda əkinə yararlı torpaqların azlığı bir çoxlarını ölkədən çıxıb getməyə məcbur etdi. Yunanistanın bir sıra şəhərləri Aralıq və Qaradəniz sahillərində özlərinə daimi məskənlər salmağa başladılar. Onların saldığı bu daimi məskənlər koloniyalar adlanırdı. Eramızdan əvvəl 8-ci 6-cı əsrlərdə Qafqazdan ta İspaniyaya qədər ərazilərdə Yunan koloniyaları meydana gəldi. Kimlər axışırdı bu koloniyalara? Torpaqsız kəndlilər, varlanmaq istəyən sənətkar və tacirlər və hər bir koloniya ayrıca şəhər dövləti idi. Qədim Yunanlar harada məskunlaşmasından asılı olmayaraq özlərini vahid xalq hesab edirdilər. Özlərini ellinlər, vətənlərini isə Ellada adlandırırdılar. Ellinləri ümumi dil, adət-ənənə, din və vahid yazı birləşdirirdi. Burada koloniyalar bir növ həmən o şəhərlərin filialları kimi adlandıra bilərik. Və hər bir koloniyada ayrıca bir şəhər dövləti idi. Lakin həmin dövrdə eramızdan əvvəl 5-ci əsrin əvvəllərində Avropada Yunanistan güclü idisə, Asiyada isə Əhəməni dövlətinin qüdrəti xeyli artmışdı və Əhəməni hökmdarı 1-ci Dara Kiçik Asiyadakı Yunan şəhər dövlətlərini və Egey dənizindəki adaları özünə tabe etmək istəyirdi. Tez düşünürəm, qayıdıram xəritəyə. Baxırsınız burada Egey dənizi. Görürsünüz bunun ətrafındakı koloniyaları həmin dövrdə güclü olan Əhəməni dövləti tabe etmək istəyirdi. Biz Əhəməni dövləti haqqında artıq əvvəlki dərslərimizdə məlumatlar öyrənmişik. Xatırlayaq. Əhəməni dövləti nə vaxt yaranmışdı? Eramızdan əvvəl 550. Nə vaxta qədər mövcud olmuşdu? 330-cu ilə qədər mövcud olmuşdu. Bu dövləti kim yaratmışdı? 2-ci Kir. Bu dövlətdə hansı hökmdar öz adına Darik adlı pullar kəsdirmişdi, islahatlar keçirtmişdi, ölkəni satraplıqlara bölmüşdü? 1-ci Dara. Elə həmin 1-ci Dara idi ki, Kiçik Asiyadakı Yunan şəhər dövlətlərini və Egey dənizindəki adaları özünə tabe etmək istəyirdi. 1-ci Dara Yunanistana hücum etdi. Afina yaxınlığında Marafon düzənliyində döyüş baş verdi. Eramızdan əvvəl 490-cı ildə Yunanlar sayca özlərindən üstün olan Əhəməni ordusunu məğlub etdilər. Hətta Yunan döyüşçülərindən biri Marafon düzənliyindəki qələbəni Afinaya çatdırmaq üçün 42 kilometr yolu qaçaraq sevinci xəbəri çatdırmışdı. Lakin xəbəri verdikdən sonra ürəyi partlayıb ölmüşdü. Müasir dövrdə idman yarışlarındakı marafon qaçışı həmən döyüşçünün vətənpərvərliyini əbədiləşdirmək üçün keçirilir və belə adlanır. Bu müharibədə bir döyüş olmayıb. Marafon döyüşü haqqında məlumatımız oldu. İndi isə eramızdan əvvəl 480-ci ildə Əhəməni ordusu Şimali Yunanistana hücum etdi. Bu vaxt isə onunla Sparta hökmdarı Leonid vuruşacaqdı. Leonidin başçılığı ilə Yunanlar Fermopil keçidini tutub, Orta Yunanistana gedən yolu kəsdilər. Xəyanət nəticəsində mühasirəyə düşdüklərini görən Leonid, Spartalılardan başqa bütün dəstənin geri çəkilməsini əmr etdi. O, 300 Spartalı ilə birlikdə qəhrəmanlıqla vuruşaraq, bərabər olmayan döyüşdə həlak oldu. Yəni Fermopil döyüşündə Yunanlar məğlub oldular və qalib gələn Əhəmənilər Orta Yunanistanı tutdular. Hətta bu döyüşlə bağlı belə bir məlumat var. Əhəməni elçilərindən biri öz ordularının çoxluğu ilə Yunanları qorxutmaq üçün belə demişdi. Bizim oxlarımız günəşin qabağını tutacaq. Leonid isə cavabında nə demişdi? Nə olar? Kölgədə vuruşarıq. Sizcə, əgər sizə döyüş əsnasında belə bir məlumat gəlsəydi sizi qorxutmaq üçün, siz həmən qarşı tərəfə necə cavab verərdiniz? Mənə maraqlıdır. Əgər xüsusi maraqlı cavabınız varsa, rəylərdə yazsa sevinərəm.
Keçək növbəti döyüşə. Eramızdan əvvəl 480-ci ildə baş vermiş Salamin dəniz vuruşması isə Yunanların qələbəsi ilə başa çatdı. Bir il sonra, indi mən düşünürəm, 480-dən bir il sonra nə vaxt eləyir? Eramızdan əvvəl 479. Bir il sonra Yunanların birləşmiş qüvvələri düşməni tamamilə darmadağın edib öz ölkələrindən qovdu. Yəni quruda müharibə bitdi əslində. Lakin dəniz döyüşləri hələ 30 ildə davam etdi. Onda 30 il davam edirsə bu müharibə nə vaxt bitib? 479-dan 30 çıxanda qalır 449. Buna görə Yunan şəhər dövlətləri öz aralarında ittifaq bağladılar. Birləşmiş donanmaya Afina strateqləri başçılıq edirdi. Afina dəniz ittifaqı Əhəməni donanmasını məğlubiyyətə uğratdı. Müharibə vətənlərini müdafiə edən, azadlıq müharibəsi aparan Yunanların qələbəsi ilə bitdi. İndi baxın, bəziləriniz döyüşlə müharibəni ayıra bilmirsiniz. Müharibə döyüşdən daha böyük məfhumdur. Döyüşlər müharibənin içində olur. Burada marafonda qalib gəlmişdi Yunanlar, Fermopildə uduzdu Yunanlar. Təzədən 480-də yenidən Yunanlar qalib gəldi. Hətta Yunanlar qalib gələ bilmək üçün Yunan şəhər dövlətləri ittifaq yaratmışdılar, dəniz ittifaqı. Bu dəniz ittifaqına da Afina başçılıq eləyirdi. Yunanlar qələbə qazandı və müharibə bitdi. Hər müharibənin sonunda da nə olur? Sülh imzalanır. Bu sülhə görə Əhəməni dövləti Egey dənizi adalarında və Kiçik Asiyada olan Yunan şəhərlərinin, Yunan koloniyalarının müstəqilliyini tanıdı və onlara Egey dənizində üzmək qadağan olundu. Yəni, Əhəmənilərin Egey dənizində hərbi donanma saxlamaq hüququ ləğv olundu. Bir daha təkrarlayaq. Demək, müharibə 1-ci Daranın hücumu ilə başlamışdı. Marafon döyüşü 490-da baş verib Yunanlar qələbə qazanıb. Fermopil döyüşündə Əhəmənilər qələbə qazanıb Orta Yunanistanı ələ keçirdiblər. Salamin dəniz döyüşündə Yunanlar qələbə qazanıb. Bir il sonraki döyüşdə isə Yunanlar qəti qələbə qazanıb. Hətta döyüş, yəni müharibə 30 ildə davam edir və 449-cu ildə müharibə bitir Yunanların qələbəsi ilə. Baxın, bu başlığa fikir verin. Afina quldarlıq demokratiyası. Siz quldarlığın dövründə demokratiyanı təsəvvür edə bilirsiniz? Quldarlıq dövrünə baxmayaraq Demos Kratos, yəni xalq hakimiyyəti mövcud olub Yunanistanda. Ona görə Yunanlar həmişə deyirlər ki, biz demokratiyanın beşiyik. Əhəməni dövləti üzərində qələbədən sonra Yunanistan Aralıq dənizində ən güclü ölkə oldu. Hətta Afinalılara dəniz sahibləri deyirdilər. Qələbə nəticəsində xeyli qənimət əldə olundu. Qənimətlərdən də əsas kimləridir? Qullar. Bazarlarda minlərlə adam qul kimi satılırdı. Qul əməyindən ən çox ağır işlərdə, filiz mədənlərində, daş karxanalarında istifadə olunurdu. Və Yunanistanda qullara insan ayaqlı deyirdilər. Tez düşünək, bəs Misirdə qullara nə deyirdilər? Canlı, ölü. Eramızdan əvvəl 5-ci əsrin ortalarında Afina Yunanistanın ən qüdrətli dövləti idi. Burada hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində yoxsul vətəndaşların hüquqları xeyli artmışdı. Yəni biz kimləri nəzərdə tuturuq? Demosla aristokratiyanın mübarizəsini. Kimlərin hüquqları artmışdı? Demosun. Solon islahatını xatırlayırsınız? 594-də olan. Hətta Demos Attikada yaşayan kişilər vətəndaşlıq hüququ almışdı. Demosu qula çevirmək artıq qadağan olunmuşdu. Hətta ən mühüm vəzifələr olan strateq vəzifəsi xalq yığıncağında seçilirdi və bu xalq yığıncağında artıq vətəndaşlar da var idi. Periklın dövründə isə hətta bu vətəndaşlar vəzifə tuta bilərdilər. Vəzifəyə görə əmək haqqı verilirdi. Afinada quldarlıq demokratiyasının ən yüksək inkişaf dövrü Periklın strateqliyi dövrünə təsadüf edir. Dövlətin ali orqanı xalq yığıncağı idi. Yığıncaqda qanunlar qəbul edilir, müharibə və sülh məsələləri həll olunurdu.
Yəni müharibə kimi, sülh kimi mühüm məsələlər xalqın iştirakı ilə həll olunurdu. Yenə də deyirəm, strateq, xəzinədar da bu yığıncaqda seçilirdi. Xalq yığıncağında 20 yaşına çatmış vətəndaşlar iştirak edə bilərdilər. Afinada dövlətin bu cür idarə olunması demokratiya, yəni demos kratos, yəni xalq hakimiyyətdədir mənasını verir. Dərsimiz bu qədər. Ümid edirəm ki, ikinci hissəni tam mənimsəyə bildiniz. Əgər suallarınız olsa, rəylərdə mütləq yazarsınız. Növbəti dərslərdə görüşərik.